Salam əziz dostlar, əziz izləyicilər. Sizi doğma torpaqdan, elimdən, obamdan, Sarxanlıdan salamlayıram. Bu dəfə fərqli mövzuda həmişə ciddi, deməli, məzmunlu xəbərlər paylaşıram. Həm maarifləndirmə, məlumatlandırma xarakterli xəbərlər paylaşıram. Bu dəfə isə dediyim kimi həyətdəyəm. Öz deməli kəndimizdə tut yığmışam. Təxmini 6 il əvvəl deməli əkdiyim tut ağacı, ondan artıq bu həyətin kənarında tut ağacı əkmişdim. 2020-ci ildə əkmişəm bu tut ağacların. Artıq bir neçə ildir ki, bu tut ağacları məhsul verir. Məhsulu həm arasında ağ, həm də qara tut var. Belə də tut var. Bəlkə də fikirləşirsiniz ki, bu çox xırdadır, amma ağ tut xırda olmasına baxmayaraq dadlı məhsuldur. Qara tut biraz tuşməzədir, amma ağ tut çox dadlıdır, şirindir. Bu da niyə belədir? Mənim üçün bu deməli əvvəlcə yaşıllıq yaratmaq, ağac əkmək, oksijeni artırmaq. Yəni bu məqsədlə əkmişəm. Bunu sırf məqsədli şəkildə əkməmişəm ki, bu deməli peyvənd tut olsun, meyvəsi xüsusilə seçilsin, yox. Hətta onu da deyim ki, bu tut ağacların, yəni pulla almamışam açığı, qohum-əqrəbənin həyətindən bitmiş ağaclar idi. Yəni kənarda, həyətin ortasında, kənarında təsadüfi bitmiş ağaclar idi. Oradan çıxardıb gətirib burada səliqəli şəkildə dediyim kimi burada sırayla həyətin kənarından əkmişik. Yanında da suyu var, su da oradan gedir altdan. Yəni demək istəyirəm ki, tutun belə xırda, məhsulun belə xırda olmasına çox da fikir verməyin. Bugün iyun ayın 21-idir. Yeri gəlmişkən yay fəsli olmasına baxmayaraq hava bulutludur, sərin bir hava var Aran zonasında. Tut demək olar ki, artıq yekunlaşmaq üzrədir, məhsul azdır. Ona görə də az yığmışam. Təxmini 20 gün əvvəl burada məhsul bol olub. Yolla keçən qonşular, qohum-əqrəba bax bu tutdan istifadə etməkdə sərbəstlər. Sadəcə özlərindən xahiş eləmişəm ki, bu ağacı qırmamaq şərti ilə istifadə etsinlər, edirlər də, həm yeyirlər, eyni zamanda da bəhməz pişirirlər. Tut çox dəyərli, bu arada deyim ki, məhsuldur. Bunu hətta aptek də adlandırırlar. Bunun həm meyvəsi, həm də hətta deyilənə görə yarpağından da istifadə edənlər var. Onu qaynadıb içmək həm sidik qovucu xüsusiyyəti var, eyni zamanda digər deməli müsbət xüsusiyyətləri var. Dediyim kimi həm yarpağı, həm də məhsulu, meyvəsi çox dəyərlidir. Bunu mütəxəssislər daha yaxşı bilər. Bundan hətta qonşular bundan gəlib bəhməz pişirirlər. Bəzən də hətta tut arağı çəkənlər də var. Tut arağında bilənlər bilir, çox o da dəyərli bir məhsuldur. Spirtli içki olmasına baxmayaraq onun müalicə məqsədi ilə istifadə edənlər də var. Beləliklə bunu tutu biz həm bazardan da alıb yeyə bilərik, amma mənim üçün bu bir ağac əkmək, yaşıllıq yaratmaq həm bir dəyərdir, həm zövqdür, mənəvi bir zövqdür. Hətta bax bunu yəni özümüz dərib yığmaq, yeməyin də başqa bir mənim üçün aləmi var, həm də mənəvi dəyəri, zövqü var. Hər kəsə uğurlar arzulayıram. Hər kəsin süfrəsi bol olsun, həyatında bağı, bostanı bol məhsul versin. Yer gəlmişkən onu da deyim ki, hər il çəkib göstərirdim sizə. Bu ərik, albalı, digər meyvələri çəkib göstərirdim. Bol məhsulumuz olurdu. Bu dəfə çəkə bilmirəm. Təbiət şıltaqlığı ilə imkan vermədi ki, bu il digər meyvələr bol olsun. Tut boldur, amma digər meyvə yoxdur. Ona görə onu çəkib göstərə bilmirəm. Ərikdir, dediyim kimi digər meyvələrdir. Bildiyiniz kimi bu il intensiv yağışlar çox oldu. Həm də deməli güclü küləklər çox oldu. Odur ki, digər meyvələr demək olar ki, yoxdur. Ona görə də onları çəkib göstərə bilmirəm.